Sinkers'in yeni buraxılışına hamınızı xoş gördük. Bugünkü qonağımız Avropadan gəlib. Amazon şirkətindən Nərmin Fərzəliyeva. Xoş gəlmisiniz Nərmin xanım. Xoş gördük. Bugün konsepti dəyişmişik. Biz həmişə stol masada otururduq. Dedim sizə görə bugün divan kresloda əyləşək. Daha yumşaq ortamda qarşılayım sizi. Nə düşünürsünüz? Bakı nətərdir? Bakı gözəldir. Bakı əladır, yeməklər əladır. Yeməyi üçüncü dəfədir vurğulayırsınız. Yemək əladır, ona görə hə. Çox xoşbəxtəm. Haralsınız? Əslən Gürcüstan Azərbaycanlısıyam. Amma yəni Sizin Azərbaycanlıyam. Amma sizin zona yeyib içməyi sevən zaman. Bizim zona. Ümumiyyətlə Azərbaycanlılar yemək burada çox gözəldir. Yəni hər şey gözəl təamlar olduğu üçün, dadlar gözəl olduğu üçün bu məncə bunu 4-cü dəfədə vurğulayacağam. Xaricdə yaşayanların ən böyük vurğusu yemək. Doğrudur. Bütün söhbətlərdə yeməyə gedir. Okay, birinci sualımdan başlamaq istəyirəm. Background-uza baxanda gördüm ki, finance oxumusunuz. Bir maliyyəçi olaraq daha sonra indiki sahəniz olan marketinqə keçid necə oldu? Bir yumşaq keçid oldu, yoxsa bir sərt bir dönüş mü elədiniz? Bu proses necə oldu? Finans oxumuşam, maliyyə oxumuşam, backgroundum vurğuladığınız kimi oradan gəlir, amma bu finans lap içinə girməyim bu sferanın Amerikada baş verdi və Amerikada mən Atlanta şəhərində idim. Atlanta bildiyiniz kimi də Coca-Cola'nın vətənidir. Elə orada Coca-Cola'nın muzeyinə getdim. Orada bir eşq yaşadım Coca-Cola ilə. Dedim ki, bura mənlikdir, amma bu nəsə rəqəmlərlə yola gedə bilmirdim. Ən böyük çətinliyim məncə hər şeyi, marketinqdəki hər şeyi Excel-də tapa bilmirsiniz. Duyğular Excel-ə tökülə bilmir. Nəticələr bəzən daha uzun müddət, daha uzun vaxt aparır. Ona görə insanlarla işləmək, duyğularla işləmək məncə finansla ən böyük fərqlərdən biri idi. Məhz amma bu da mənim ən sevdiyim tərəflərdən biri idi. Ona görə deməzdim ki, çətinlik yaşadım. Sadəcə biraz daha rəqəmlərdən uzaqlaşdım deyərdim, strukturlu şəkildə. Lakin bir fikir vurğuluyum, yəni maliyyə ümumiyyətlə basic skill-dir. Məncə financial literacy dediyimiz bunu bilmək, bu biliyə malik olmaq hər kəsin borcudur desəm səhv eləmərəm. Çünki bu həyatımızın hər bir yönündə bizə lazımdır. Marketinqdə də, təbii ki, biznesin fərqli sferalarında da önəmli bacarıqlardan biridir. Ona görə finans mənə bir növ həm təkan verdi, həm bu marketinqdə irəliləməyimə də köməkli etmiş oldu. Onu düz deyirlərmiş də, maliyyədən gələnlər, rəqəmlərdən gələnlər marketinqdə daha tez uğur qazanırlar. Bu bir mifdir yoxsa? Yox, məncə doğrudur. Doğrudur və ümumiyyətlə şəxsi həyatınızda da uğurlu olursunuz. Çünki artıq qənaət etmə bacarığınız, yatırım etmə bacarığınız, bunlar hamısı elə bu financial literacy-dən irəli gələn bacarıqlardır. Ona görə finansı bilmək məncə basic skill-lər içinə daxil edərdim mən. Kömək olur. Çətinlik yaratmır. Okay. Bəs Atlantada oxudunuz dediniz. Xaricdə oxumağınız indiki karyeranıza nə qədər təsir edib və yaxud ümumiyyətlə bunun təsirinə inanırsınızmı? Təsirinə çox inanıram. İki məsələni vurğulayaram bir Azərbaycanlı olaraq. Bir, müstəqillik. Biz bu ailə ortamında böyüyən mədəniyyətlərdən olduğumuz üçün bu müstəqillik duyğusu bizə bəzən gec gəlir. Ona görə çox xoşbəxtəm ki, atam bu məsələdə mənə çox dəstək oldu. Ona görə tez erkən yaşlarımda Amerikada tək başına müstəqil olmağı öyrəndim. Bu çox önəmli idi. Müstəqil olmaq əslində sadəcə istədiyim zaman istədiyim yerə getmək deyil, gecə heç kimdən icazə almadan evdən çıxmaq deyil, təbii ki. Sadəcə səhvlər eləmək və o səhvlərin məsuliyyətini öz boynuna almaq, problemləri tək başına həll eləmək. Təbii ki, bunlar özdə cavan yaşda çətin olan məsələlərdir, amma o iradəni, o əzmi, o bacarıqları sizdə inkişaf etdirir. Məncə müstəqillik çox önəmlidir. Bu da karyerada, ümumiyyətlə həyatda çox kömək oldu. İkinci vurğulamaq istədiyim çox güman ki, müxtəliflikdir. Diversity dediyimiz.
Fərqli mədəniyyətləri tanımaq sizi çox inkişaf etdirir. Biz Azərbaycanlılar ümumiyyətlə bir-birimizi tapmaqda ustayıq xaricdə. Bəli. Xaricdə gedən kimi elə mən özüm də Azərbaycan icması hardadır, kim harda görüşür, görəsən Azərbaycan restoranı varmı, onu axtarıram, amma hər zaman tövsiyə etdiyim indiki cavanlara, ümumiyyətlə tələbələrə hər zaman tövsiyə etdiyim bir məqam var. Biraz yerli icma ilə iç-içə olun. Təbii ki, ilk başlarda insana çətin olur. Bir köməyə ehtiyacımız olur. Özümüzünkünü tapmaq, öz dilimizdə danışmaq istəyirik. Amma bəzən də bu yerli icmadan uzaqlaşırıq. Ona görə yerli mədəniyyətlə iç-içə olmuruq. Ona görə bəzən xaricdə təhsil almağa gedən insanlar, tələbələr bunlar sadəcə diplomla qayıdırlar. Amma xaricdəki təhsilə diplom kimi yox, o müxtəlifliyi, o müxtəlif baxış bucaqlarını inkişaf etdirmək kimi baxsaq, məncə çox daha qazanclı olmuş olarıq. Onların təcrübələrini götürmək kimi baxsaq daha uğurlu olar. Təbii. Bəs xarici təhsil qərarını verən gənclər, yəni ölkədən qaçıram niyyəti ilə deyil də, biraz daha sorğulayıb, daha araşdırma etməlidir deyə düşünürəm. Burada nə tövsiyə edərsiniz? Məsələn, siz Atlantanı özünüz mü seçdiniz? Belə Yox, Atlantanı özüm seçmədim. Sadəcə scholarship qazandım. Ona görə Atlantaya getdim. Amma təbii ki, research çox önəmlidir. Axtarmaq, hansı universitet, çünki hər universitetin prinsipləri var, hər universitetin və yaxud yaşadığınız icmanın dəyərləri var. Bunlar sizə nə qədər ziddir və yaxud nə qədər yaxındır. Plus siz bu diplomu aldıqdan sonra next 1 iliniz, mən artıq 5 il olaraq heç vaxtı danışmıram, sadəcə 1 illik perioda baxıram. Bu sizə nə gətirəcək? Yəni ora getməkdə almaq istədiyiniz nədir? Bu bəzən təhsil də olmaya bilər. Çünki təhsil çox önəmlidir təbii ki. Amma dediyim kimi bu müxtəliflik, fərqli insanlarla tanış olma, tək qalma, müstəqil olma, bunlar da çox böyük bacarıqlardır. Diplomunuz zəif olsa belə, o GPA-yi yığmasanız belə, bunlar çox dəyərli bacarıqlardır. Onları qazanmış olacaqsınız. Yenə də, yəni demək istədiyim odur ki, nə qazanmaq istəyirsiniz bu təhsildən? Mən seçəndə təbii ki, mənim üçün finans önəmli idi. Ona görə getdiyim anda fərqli financial organizationlarla birlikdə volontyor işlərinə başvurdum və yaxud bu finans icmasında, maliyyə icmasında önəmli insanlar var idi. Onlardan mentorluq istədim universitetdə. Yəni dediyim kimi, gözləntiniz nədir? Buna əsasən o research aparmaq lazımdır. Təhsili kənara qoysaq, yəni bugünün dünyasında görürük ki, təhsil karyera doğru aparan əsas amil deyil. Bunun yanında bizim soft bacarıqlarımız da inkişaf eləməlidir. Hard bacarıqlarımızın yenilənməsi, update olunması lazımdır. 20-22 yaşına qayıtsaydınız, o günkü Nərminə nələri inkişaf etdir deyərdiniz? Mən də onu istəyirdim amma qayıda bilmirəm. Mən hər zaman deyirəm, hard bacarıqlar sizi içəri salır, soft bacarıqlar sizi içəridə saxlayır. Qəşəng. Bu çox önəmlidir, amma çox güman ki, əgər bir seçimim olsa, proaktiv olmağı tövsiyə eləyərəm, reaktiv olmaq yerinə. Bunu indiki gənclərdə də görürəm. Özüm də gəncəm bu arada. Çox da gənclər deyirəm. Amma proaktiv olmaq məncə çox önəmli bacarıqdır. Bəzən biz fürsətlərin yaranmasını gözləyirik. Bəli. Fürsət olsun, biz də o fürsətdən yapışaq. Amma o fürsəti yaratmaq da çox önəmli bacarıqlardan biridir. Ona görə özümə əvvələ qayıtsaydım, daha reaktiv yox, proaktiv olmağı çox tövsiyə edərdim. Bir də fürsəti yaratmaqdan daha çox bəziləri fürsət gələndə belə hazır olmur. Gözləyir ki, fürsət gəlsin, sonra hazırlaşsın. O da çox belə dramatikdir. Amma yəni əgər belə
majority-yə baxsaq, böyük bir qismə baxsaq, onlar hər zaman fürsət olmasını. LinkedIn-də bir qabağıma çıxdı, görəsən mənim CV-mlə uyğundurmu və yaxud görəsən mənim təhsilimə uyğundurmu, görəsən mənim işlədiyim background, yığdığım təcrübə ilə üst-üstə gəlirmi? Ona görə bu fürsətin yaranmasını gözləyirik. Mən çox tez-tez CV-mi elə başvurduğum işlərə görə çox dəyişmişəm. Ona görə yəni fürsətlərdən istifadə etməkdən ziyadə proaktiv olaraq o fürsətləri yaratmağı tövsiyə eləyərdim. CV-ni update eləmək. Yəni tövsiyə edirəm ki, hər işə müraciət edəndə o CV-ni təzədən bir gözdən keçirin ki, o sənin CV-in Hal-hazırda yəni AI toollar var bunda çox kömək olan. Bəli. Bəs LinkedIn dediniz. Məsələn, bugünün dünyasında artıq iş dünyası LinkedIn-ə keçib. Həm təklif almaq məntiqində. Amma belə bir hype yaranıb Azərbaycanda ki, iş tapmaq istəyirsənsə və yaxud qabağa getmək istəyirsənsə və yaxud irəliləmək istəyirsənsə, hard, soft skillləri kənara qoy, şəxsi brendinq artır LinkedIn-də və dayanmadan ChatGPT kontentləri paylaş, özünü çox bilmiş kimi göstər. Buna necə baxırsınız və yaxud ümumiyyətlə bir marketoloq olaraq brendinq deyəndə ya da ki, personal branding dediyimiz nədir sizcə? Mən özüm şəxsən ChatGPT, Perplexity bunları çox istifadə edirəm. Hətta dediyiniz kimi bu LinkedIn kontentində də istifadə edirəm. Sadəcə və buna çox normal baxıram. Yes. Burada ən önəmli məqamlardan biri, yəni ilk növbədə bunu başa düşmək lazımdır. Bir süni intellekt alətini istifadə etdikdə bu alətlər hər zaman inputları eyni mənbələrdən alırlar. Ona görə kontentlər bir-birinə çox bənzəyir. Yəni bu mənbələri də insanlar yaradıb. Sadəcə AI bu mənbəni bizə output olaraq hazırlayır. AI-ın hal-hazırda edə bilmədiyi o düşüncə tərzidir. Bu insana xas olan bir bacarıqdır. Orijinallığı qorumaq. Authenticity sözünü biz çox eşidirik. Xaricdə bu ən önəmli danışılan, ən qabaqcıl bacarıqlardan biridir. Bu orijinal olmaq, autentik qalmaq çox önəmlidir. LinkedIn-də də o personal brandinginizi, LinkedIn olmasın, hər hansı bir yerdə, küçədə belə o personal brandi qurmaq istəyirsinizsə, düşüncə tərziniz fərqli olmalıdır, orijinal olmalıdır. O zaman qabağa gedərsiniz. İkinci vurğulamaq istədiyim orijinallıqdan ziyadə bununla yanaşı, hətta deyərdim, müntəzəm olmaq lazımdır. Yəni bir dəfə orijinal ideyanı paylaşdınız, bununla iş bitmir. O sustainable şəkildə müntəzəm olaraq siz insanlara özünüzü xatırlatmalısınız. Bununla və təbii ki, üçüncü də hər kəsin bildiyi network. O network'ü doğru şəkildə qurmalısınız. Bunun fərqli yöntəmləri var. Lakin dediyim kimi authentic, sustainable, consistent olmaq lazımdır və doğru network. Bəs sizə bunun qızıl bir vaxtı varmı ki, məsəl üçün nə vaxt başlasın? Elə indi. Okay, bəs belə bir kriteriya bölmürsünüzmü ki, məsəl üçün universitet tələbəsidir, onun ehtiyacı brandingdirmi yoxsa hələ hər kəsin ehtiyacı var. Personal brandingə hər kəsin ehtiyacı var və marketinq və branding elə bir sahədir ki, biznesin hər sferasında ehtiyac var, həyatın hər sferasında ehtiyac var. Universitet tələbələrinə də tövsiyə eləyərəm. Siz hər hansı bir təcrübəyə malik olmadan belə volonter ola bilərsiniz və yaxud bəlli görüşləriniz, hobbiləriniz ola bilər. Əgər bu hobbilər və volonter işləriniz orijinaldırsa, siz müntəzəm olaraq buna zaman ayırırsınızsa, bu da sizin markanızın, personal markanızın bir göstəricisidir. Əzminizin göstəricisidir. Ona görə heç zaman bunları itirməmək lazımdır. O da bir əslində göstərməli bir fəaliyyətdir. Təbii. Keçmişdə belə bir söz vardı. Yaxşı həkim ol, xəstə onsuz səni tapacaq. Doğru. Amma bugün yaxşı həkim ol, amma TikTokda videon yoxdursa, pasient gəlib səni tapmır. Bunun dəyişiminin səbəbi bizim artıq yəni istehlakçının daha çox sorğulamasıdırmı, daha çox axtarmasıdırmı, yoxsa təklif çoxdur, yəni həkim sayı çoxdurmu? Çox fərqli yanaşma ilə cavab vermək olar. Bunun bir cavabı yoxdur məncə. Noise çox var, çox səs-küy var ətrafımızda. Bu səs-küyün içində fərqlənmək çox çətindir. Ona görə personal brandingə doğrudan da ehtiyac var. İnanılmaz çox
data var ətrafımızda, inanılmaz çox məlumat var. Bu məlumatı bir-bir baxmağa zamanımız yoxdur. Fiziki olaraq bunu çatdıra bilmərik. Ona görə təbii ki, alqoritmalar kömək edir. Alqoritmalarla yanaşı o orijinallığı quran insanlar biz onlara çatmaq, onlar bizə çatmaq istəyir, biz də onların kontentini tapmaq istəyirik. Ona görə məncə bu noise olduğu, bu səs-küy olduğu dünyada bu orijinallığı qorumaq və müntəzəm şəkildə bunu insanlara satmaq deyim, olduğu anda o istehlakçı ilə görüş çox asan baş verir. Mən sizi ilk dəfə Immerge'ün elanında görmüşdüm, ondan sonra tanıdım. Ondan əvvəl bir personal branding fəaliyyətiniz var idimi, yoxsa Immerge'dən sonra mı bu siz bunu istədiniz? Yox, əvvəl də var idi. Sadəcə indi ağılı burada danışıram. Bu müntəzəmlik məndə yoxdur. Bəlkə hardasa orijinallıqda bir səy göstərirəm, amma müntəzəmlik məndə yoxdur. Ona görə gözləyirəm ki, bu digital twinlər, bəzi AI alətlər mənim bu müntəzəm prosesimi intizama salıb mənim yerimə bunu eləsinlər. Amma bu müntəzəmlik olmadığı üçün ona görə bax bu sualla qarşı-qarşıya qaldım. Okay. Bəs belə bir sual verim. Rəhbər pozisiyada işləyirsiniz. Böyük ehtimal ki, komandanız var və yaxud komandaya əməkdaş cəlb edirsiniz. Hire eləyəndə əsas hansı kriteriyalara fikir verirsiniz və bunların içərisində personal branding varmı? Hal-hazırda Amazonda işlədiyim üçün bizim üçün Amazonu tanıyanlar çox güman ki, bunu bilir. Amazonun leadership prinsipləri var. 16 leadership principle. Biz insanlar, bəli. Bizə də bilmək qismət olsun. Əslində Amazon yazdığınızda ilk Google-da elə 16 leadership principle çıxır. İçərdən bilmək qismət eləsin. Google. Bu 16 leadership principle əslində bir çox şirkətdə value, dəyərlər, prinsiplər, mission, vision bu məsələlər var, amma bəzən kağızda qalır. Sevdiyim cəhət Amazonda odur ki, bu leadership prinsiplər doğrudan içdən yaşanır. İnsanları hire edəndə, insanları iş alımında və yaxud içəridə qiymətləndirmə prosesində hər zaman üst tutduğumuz məqam leadership prinsiplərə bu insan uyğundurmu, ziddirmi? Məsələ, bayaq sizinlə elə buraxılışdan öncə danışdığımız kimi mənim komandamda tank quran, hərbi sənayedən gələn bir insan var. Bu insan heç vaxtı korporativ mühitdə işləməyib, tank quran mühəndis olub və hərbi sənayedən gəlib, amma çox rahat şəkildə işlədi və hal-hazırda mükəmməl işçilərdən biridir. Yəni Amazon bu şəkildə baxır. Əgər xarakter olaraq uyğunsunuzsa, o skill seti, capability-ni, o bacarıqları Amazon sizə öyrədəcək. Ona görə insani cəhətləriniz deyək, güclü, əzmkar, maraq dairəniz geniş, öyrənməyə açıqsınızsa, şirkət sizə öyrətməlidir. Yəni yanaşma budur. Ona görə hire edəndə hər zaman prinsiplərə baxırıq. Əgər məsəl üçün bizim üçün çox önəmli ən birinci gələn customer obsession-dır. Müştəriyi fikirləşirsinizmi? Bu capacity-niz varmı? Əgər bu varsa, artıq digərlərini öyrətmək asan olacaq. Bu da video baxan HR-lar sizi öldürə bilərlər. Biz niyə öyrətməliyik onları? Öyrənsin, gəlsinlər. Mənim vaxtım var, onu öyrədim falan. Ancaq belə baxırlar məsələyə. Yəni inkişaf etdirmək. Bir son dediyiniz məqam çox xoşuma gəldi. Müştərini fikirləşmək. Yəni müştərinə empatiya qurmaq bir şirkətin əməkdaşının öhdəliyidirmi? Yəni öhdəlik deməyim, yəni vacib bir meyarıdırmı? Vacib deməyim, life saving deyim, həyati deyim. Bu olmasa iş heç vaxtı getməyəcək deyərdim. Bu biznesin hər bir sferası üçün önəmlidir. Sadəcə marketinqin mənbəsi elə burdan gəlir. Marketinqin məzmunu budur. Amma digər sferalarda da təbii ki, çünki bir məhsulu yaratdığınızda, bir məhsulu kommunikasiya etdiyinizdə və yaxud müştəri fərqli ola bilər. Internal müştəri də ola bilər. Sizin şirkətinizin əməkdaşı da bir müştəridir günün sonunda. External bizim o son məhsulu satdığımız insan da bir müştəridir. Ona görə atdığımız hər addımda bu müştərini fikirləşmək çox önəmlidir. Bizdə içəridə bir cümlə var. If it's not customer backward, it's not going forward.
Yəni müştəridən geri gələn həll deyilsə, geriyə dönük həll deyilsə, bu bizi irəli aparmayacaq. Bizim tez-tez internetdə yazılır bu. Bunu da təsdiqləyirəm. Hər zaman bəzi iclas otaqlarımızda boş bir stul olur, üstünə customer yazılır. Biz bu fikir mübadiləsini aparanda o iclas otağında hər zaman baxarıq o stula. Elə bil ki, psixoloji olaraq bizə bunu xatırladır. Çünki günün sonunda o məhsulu o müştəri üçün hazırlayırıq və o müştərinin həyatını asanlaşdıracaqmı? Çox sevdiyim ingilis dilində bir fraza var. What is in it for me? Mənim üçün burada nə var? Yəni bir məhsulu yaradırsınızsa, mənim həyatımı asanlaşdırırmı? Hansı problemimi həll eləyir? Bu nöqteyi nəzərdən baxmağa çalışırıq. Ona görə customer obsession ən birinci gəlir, ən birinci növbədə gəlir. Və o stula baxanda, o fikir mübadiləsini aparanda ilk növbədə elə müştərini fikirləşməliyik. Bu da dediyim kimi hər bir biznesə xas olan məqamlardan biridir. Çox xoşuma gəldi. Bu gün yəni çox azından da böyük şirkətlərin çoxunda belə bu yanaşma, bu strategiya yox. Bəs ümumiyyətlə açsaq Amazonun marketinq strategiyası customer centricdir tamamilə, yoxsa əlavələr də varmı? Və yaxud ümumiyyətlə Amazonun marketinq strategiyası deyəndə necə izah edə bilərsiniz? Özümü burada təkrarlayacağam. Çünki dediyim kimi bu 16 leadership principle doğrudan da gün ərzində yaşadığımız və biznesi idarə etdiyimiz prinsiplərdir. Customer obsession bunların birincisidir. Və əgər ümumiyyətlə Amazonu çox belə qısa bir şəkildə məzmununu və nə cür biznes idarə etdiyini başa düşmək istəyirsinizsə, hər il buraxılan shareholder letterlar var. Əvvəl bunu Jeff yazırdı, indi Andy, bizim CEO-lar. Onlar yazır və o shareholder letterlarda əslində şirkət üçün önəmli məqam nə olduğunu görəcəksiniz və bu hər zaman customer ətrafında olur. Təbii ki, shareholderlar biznes olaraq çox önəmlidir, amma customer obsession ilk növbədə gələn məqamlardan biridir. Biz ümumiyyətlə PowerPoint işlətmirik. Amazonda bu da təsdiqləndi. Ən sevmədiyim məqamlardan biri sadəcə yazırıq. Biz yazıçıyıq orada. Word dokumentlər yazırıq və bu mənim üçün məsəl üçün şok idi. Amazona ilk daxil olduğumda PowerPoint mədəniyyətindən gəlmişdim Coca-Cola'da. Biz PowerPoint, hər şey gözəl, hər şey fancy görünsün, onu çox sevirdik. Amazonda bu qətiyyən yoxdur, sadəcə yazıdır. Və sevdiyim məqamlardan biri odur ki, bir dokumenti, bir sənədi yazdığımızda ilk paraqraf customerla başlayır. Əgər siz yazdığınız o dokumentdə 4-5 cümlə ilə bunu customer'a necə çatdıracağınızı və customer'ın hansı, yəni müştərinin hansı problemini və yaxud həyatını necə asanlaşdıracağınızın cavabını verə bilmirsinizsə, o dokumenti heç kim oxumayacaq. O qədər olub ki, mən o sualın cavabını tapa bilmədiyim üçün, o ilk paraqrafı yaza bilmədiyim üçün təxirə salmışam. Çünki bilirəm ki, qınanacam, danlanacam o mitinqdə. Ona görə təxirə salmaq daha məqsədə uyğun olub. Bu customer tərəfi doğrudan da, yəni ilk başlayanda what is in it for me ilə başlayırıq. Amazon kitabını oxuyanda, bu case orada oxuyanda mən demişdim, yəqin şişirdilər də, bu qədər də olmaz. Amma siz danışanda yəni anladım ki, demək ki, hətta iclaslardan qabaq mətnin qısa versiyasını iclas iştirakçılarına verirlər ki, hazırlaşsın və iclasda daha rahat müzakirə aparsın. Biraz fərqli olur. Elə bil ki, mitinq başlamadan öncə baxır sizin sənədinizin uzunluğuna, o 6-pager dediyimiz 6-pager uzunluğuna baxır, amma ortalama mitinq başlayanda sizə bir call gəlir, invite. O callun 20 dəqiqəsi sükutla başlayır. Çünki hər kəs orada oxuyur. Biz nəyə inanırıq? Çünki öncədən paylaşılan sənədlər oxunmur.
heç kim vaxt ayırıb, Başa o düşdüm. çünki fiziki olaraq vaxt çatdıra bilmirik. Fərqli məşğul olduğumuz məsələlər olur. Ona görə əgər 1 saatınız bu kalendarda bu iclasa ayrılıbsa, o 1 saatın mütləq 20 dəqiqəsini oxumaqla keçir. Ona görə hər kəs up to date o iclasda nədən danışılacağının məzmununu oxuyur. Yəni bu qısa məzmun deyil, full dokumenti oxumalıyıq. Wow. Bu da məsəl üçün biraz mənim üçün Xoşuma ilk gəldi. başlarda qəribə idi. Sükutla başlayan mitinqlər adətən belə başlayırıq, hamı bir fikir söyləyir, gözəl debatlar olur, amma yox, burada ilk növbədə oxuyuruq, sonra artıq fikir mübadiləsi, müzakirələr başlayır. İclas çox olurmu sizdə də? İclas çox olur, amma bəzi qızıl qaydalar var. Misal üçün eyni komandadan bir iclasa çox eyni komandadan bir iclasa çox insanın girməməyini tövsiyə eləyirik. Misal üçün, əgər mənim komandamda 5 nəfər varsa, bu 5 nəfərin də eyni iclasa zaman ayırması effektiv sayılmır. 2 nəfər girə bilər, notları sonra paylaşa bilər. Əgər bu iclas doğrudan da çox önəmli deyilsə, çünki iclaslar doğrudan çox olur. İclasları yarım saat üstünə çıxarmamağı tövsiyə eləyirik. Ya 1 saat maksimumdur. O da yəni o six pagerların uzunluğuna baxır. Yəni 30 dəqiqəlik oxuma varsa 30 dəqiqə müzakirədir. Çünki insan beyni bu qədər müzakirəyə və mitinqə təəssüf ki, o qədər də açıq deyil. Yoruluruq. Ona görə qızıl qaydalara riayət eləməyə çalışırıq. Pizza hekayəsini soruşuram. Pizza hekayəsi doğrudur. Yəni faktiki olaraq hal-hazırda eləmirik, amma məzmun olaraq yenə də eyni şəkildə, yəni effektiv yönətməyə çalışırıq. Bir də əgər bu mitinq olmamalıdırsa, bunu açıq şəkildə demək hüququmuz var. Yəni bu mitinq e-mail olmalıdır. Və yaxud buna hal-hazırda ayıracağım zamanım yoxdur, prioritetlərim bunlardır. Bir prioritetimi çıxartmalıyam bunu prioritetlər arasına salmaq üçün. Ona görə bu hüquqlar olduğu üçün effektiv yönətə bilirik. Rahat. Amazon bazarına vaxt girəcək? Bu çox bu suala hazır deyil idim. Bilmirəm. Keşke bilsəydim. Yaxşı, bir misal verim. Niyə gecikir? Yəni Amazon çox ölkədə yoxdur hal-hazırda. Yəni belə coğrafiya olaraq baxsanız, çox ölkədə yoxuq. Neçə ölkədə var bu dəqiqə hazırda? Mənim skopumda hal-hazırda 10 ölkədir. Amma biz Amazonda ölkə olaraq baxmırıq. Ölkə olaraq baxmırsınız. Biz Amazonda dil olaraq baxırıq. Wow, çünki hal-hazırda mənim regionumda 10 ölkə var, amma 18 dili var. Çünki yenə də müştəri yönümlü baxış açısıdır bu. Bir ölkədə fərqli dilləri daşıyan insanlar var və biz veb-saytı quranda o dilləri uyğun qururuq. Yəni bir veb-sayt bir ədəd veb-sayt sayılmır əslində. 2-3, çünki 2-3 dillər əhatə eləyir. Ona görə, yəni yenə də o ölkədə, o regionda danışılan dillərə görə, ona görə ayırırıq. Hal-hazırda 18 dil var. 10 ölkə hansılardır ki sizdə? UK, Almaniya, Fransa, İtaliya, İspaniya, İrlandiya, Belçika, Hollandiya, Polşa. Okay. Avropa, Qərbi Avropa ilə Mərkəzi Avropanın demək böyük hissəsi. Amma kifayət qədər fərqlidir axı bu. Fərqlidir, amma çox zövq aldığım. Yəni məsəl üçün digər qlobal şirkətlərdə bölgü daha yaxın ölkələr, culture-lar daha yaxın olanlar. Amma bir Almanla böyük ehtimal ki, bir UK vətəndaşının alış-verişləri kifayət qədər fərqlidir. Onu necə tarazlaya bilirsiniz? Təbii ki, hər ölkədə lokal komandalar var. Okay, good. Amma strategiya çox zaman central komandalar tərəfindən qurulur. Bizim komanda, central komanda, mərkəzi komanda hesab olunur, hub hesab olunur. Ona görə yəni bəlkə də bu dediyim qınanılacaq, amma mən yəni vərdişlər təbii ki, lokal ölkələrdə fərqlidir.
Amma günün sonunda bizim bir strategiyamız var. Doğru məhsulu doğru anda, doğru qiymətə və tez bir zamanda çatdırmaq. Bunu Almaniyada da eləsəniz və yaxud tamamilə fərqli Afrika ölkəsində də eləsəniz, eyni nəticəni alacaqsınız. O da happy customer, biz delighted customer deyirik biz ona. Düz deyirsiniz. Yəni biraz gəlizləşdirməyi sevmirəm mən. Və gəlizləşdirməyin işin məzmununu gəlizləşdirməyi doğru da hesab eləmirəm. Yəni çox simple bir iş görməliyik əslində. Təbii ki, bu çətin işdir. Simple dediyimdə əslində asan başa gələn bir iş deyil. Sadəcə strategiya çox asandır. Doğru məhsulu, doğru zamanda, doğru qiymətə və tez bir sürətlə çatdırmaq. LinkedIn biovuzda çox bir dənə diqqətimi çəkən product və marketingi bir yerdə yazmışdınız. Bir assosiasiya var əslində. Amma Azərbaycanda bu günləri produkt cəmiyyəsi ilə marketinq cəmiyyəsi ayrılıb bir-birindən və mədəni şəkildə də bir mübarizə gedir. Hətta mən bununla bağlı bir post paylaşmışdım. Şahlar var product owner-da. O yazmışdı ki, marketoloq adını product owner yazanda daha yüksək maaş alacamsa, niyə product owner yazmayım? Amma mənim fikrimcə hər ikisi də eyni işi görür aşağı-yuxarı. Siz bunu necə əlaqələndirirsiniz? Eyni işi mi görür, yoxsa fərqli iş mi görür? Yəni məsələn Amazonun vəzifətlərinə mən baxdım. Sizdən görüşdən qabaq kifayət qədər araşdırma eləmişəm. Çox nadir şirkətdir ki, vəzifətlərində product marketing manager, product marketing head, lead, yəni product marketing ifadəsini mən Amazonda işləyənlərdə daha çox görürəm. Ona görə bu sualı sizə səsləndirdim. Bizdə product managerlar da var. O tamamilə yəni tech product manager var, non-tech product manager var. Product marketing tamamilə fərqli bir sahədir. Amma yox, özümü düzəldim. Tamamilə fərqli sahə deyil. Bir də bunu yenə təkrarlamaq istəyirəm, təbii bir marketinqçi olaraq. Marketinq biznesin hər sferasında lazımdır. Produktda da lazımdır, satış, commercial rollarda da lazımdır, finans üçün, insan resursları üçün. Bunların hər birinin bir marketinq bağlantısı olmalıdır. Bunlar iç-içə işləməlidir. Bir ekosistemdir bu. Bir vizyon mu? Təbii ki. Produkt və marketinqə mən belə baxıram. Biri nəyi yaratmağı deyir. Digəri isə onu necə yaradıb və necə çatdırmağı danışır. Biri datadır, digəri isə emosiyalarla dinlədir. Data ilə danışır, emosiya ilə dinlədir. Bunlar bir-birinə çox bağlıdır. Çünki bir də birinci bu chicken and egg məsələsidir. Birinci kimdir, ikinci kimdir? Elə bir şeydir. Bunlar da var. Doğru məhsul olmadan doğru marketinqi görə bilməyəcəksiniz. Doğru məhsul olanda da səhv marketinqi görəndə o doğru məhsulun əslində nə qədər də lazımlı olduğunu sorğulayacaqsınız. Ona görə çox bir-birinə bağlıdırlar. Məncə elə iki nəfəs kimi baxıram ona. Bir-birinə bağlı bir ekosistem şəklində çalışan iki sferanın birləşməsi məncə. Qəşəng cavabdır, xoşuma gəldi. Hal-hazırda bir startapda çalışırsınız və startap tərzi bizneslər gələcəyi görməkdə və gələcək trendləri qabaqlamaqda digər ənənəvi şirkətlərə baxanda daha yaxşıdır. Sizcə növbəti 5 il və yaxud 10 il ərzində biznesdə hansı dəyişikliklər olacaq və yaxud şirkətlər nələrə yatırım eləməlidir ki, artıq siz buna başlamısınız? Bu bir növ biraz Azərbaycandakı kiçik orta sahibkarlığa tövsiyə xarakterlidir. 5 il, 10 il biraz risklidir. Çoxdur. 5 il, 10 il haqqında danışmaq çox qorxuram. Çünki çox tez dəyişir dünya. İlk növbədə fərqlərini deyim. Çünki hər iki tərəfi görmüşəm. Sevdiyim və sevmədiyim cəhətləri var. Startup xaotik bir yerdir. Və risk alan bir yerdir. Bu mənim ən sevdiyim cəhətdir. Və çünki riskləri idarə eləyə bilirsiniz. Çatdıqları səviyyə idarə olunan səviyyələrdir. İdarə oluna bilən səviyyələrdir. Bizdə hətta belə bir deyim var. One way door, two way door decisions. Yəni Amazonda biz hər zaman bir qərarı verəndə baxırıq. Bu qapıdan girəndə geri qayıtmaq yolumuz varmı? Əgər varsa, o qərarı anında qəbul edirik.
bütün o gətirdiyi öhdəliklər və məsuliyyətlə, bütün səhvlərlə sonra yol ərzində bunu düzəltmə şansımız var. One way door decisionlarda biraz daha müntəzəm şəklində, biraz daha strateji şəkildə buna çox zaman ayırırıq. Elə 6 pagerlar, 20 pager olur. Bunları yazırıq. O qərarları tələsmədən verməyə çalışırıq. Korporativ dünyada isə məncə bu məqamlar, yəni onları fərqləndirən daha disiplinli, daimi, organized sevmədiyim cəhətlərdən biri bunlardır. Onları fərqləndirən məqamlardan. Düşünürəm şirkətlər bu startup mind with enterprise backbone dediyim, yəni agility ilə accountability-ni birləşməsi. Bunlar gələcəkdə uğurlu olacaq. Biraz risk almağı bacaran şirkətlər bu startup culture-ından gəlib, bu startupı fərqləndirən məqamlardan biri olduğu üçün risk almağı, bir şeylər, yeni şeyləri kəşf eləməyi və yeni şeyləri dənəməyi bacaran, amma bunu intizamlı şəkildə eləməyi bacaran. Yəni bir növ intizamlı xaos idarə edilməsi. Bunu belə deyərdim. Bu şirkətlər bunu bacaracaqsa, bu çox önəmli olacaq və düşünürəm biz human renesans dövrünə yaxınlaşırıq. Çünki əgər məndən indi screen time-ımı soruşsanız çox utanaram deməyə. Başqa hər şeyi paylaşaram, amma screen time bu dəqiqə ayıb sayılan bir şeydir. Biz device-larda, gadgetlarda çox zaman keçiririk. Screen time-ımız çox yüksəkdir. Məncə gələcəkdə o şirkətlər qazanacaq ki, yenə insanı mərkəzə alan şirkətlər. Artıq biz offline-a qayıtmaq istəyirik. Biraz daha o insan münasibətlərini yenidən qurmaq, yenidən məkanlarda zaman keçirmək, vaxtın dəyərini anlamaq. Bu face to face bunlar artıq özəlliklə süni intellekt həyatımıza bu effektivliyimizi artırdıqdan sonra bunlara həm zamanımız yaranacaq, həm də bunları istəyəcəyik. Bu şirkətlər ki, insanı mərkəzə alıb bu fürsətləri istifadə edəcəklər doğru şəkildə və tez bir şəkildə, məncə onlar da elə öncül olacaqlar. Bəs AI-ın bu cür hype-la qalxdığı bir dövrdə bunu eləmək çox çətin olmayacaq? Və yaxud ümumiyyətlə AI-ın yeri sizcə nə olacaq? Mən buna şirkətlərin hal-hazırda bir neçə gördüyüm uğurlu şirkətlərdən misal gətirəcəm. AI və insan əməkdaşlığına yatırım edən şirkətlər çox önəmlidir. AI artıq bizimlə copilot şəklində işləyəcək. Məsəl üçün indi AI designer assistant var, AI marketing insights generator var bir çox şirkətdə. AI ilə copilot şəklində işləyib, bu effektivliyimizi artırıb və bu yöndə bütün fürsətləri dəyərləndirən şirkətlər həm öncül olacaqlar, həm də başqa şeylərə vaxtımız qalacaq. Biraz daha strateji, biraz daha visionary məsələlərə. Çünki hal-hazırda daily tasklər doğrudan zamanımızı çox aparırdı. Süni intellektlə birlikdə inanılmaz sıçrayışlar olur. İnanılmaz yerlərə əslində çox xoşbəxt bir generationıq ki, bunu görürük, bunu birbaşa şahidiyik və yəni fürsətlər inanılmazdır. LinkedIn-də adi paylaşım eləmək belə bəzən bizə çox böyük bir yük kimi gəlir, amma süni intellekt sağ olsun. Sağ ol. Allah razı olsun. Okay, son sualımı vermək istəyirəm. Azərbaycandakı marketinq sektorunu necə qiymətləndirirsiniz və geridəyikmi və yaxud geridən sürətli formada gəlirikmi? Çox gəlirsiniz o. Çox istedadlı insanlar var. Genetikamızda yaradıcılıq var. Mədəniyyətimizə baxarsaq, yeməklərimizə baxarsaq, 5-ci dəfə bunu vurğulayım. Çünki o təamları bir araya gətirmək də bir yaradıcılıqdır.
Genetikamızda bu var. Sadəcə hal-hazırda mənim qarşılaşdığım iki problem var. Bir, təəssüf ki, marketinqə hələ də Azərbaycanda ya reklam olaraq baxılır və yaxud ən pisi sosial şəbəkə olaraq influencer kimi baxılır. Influencer marketinq. Təbii ki, bu bunun önəmli və əvəzolunmaz bir parçasıdır. Amma ilkin problem odur ki, hələ də biz reklam kimi baxırıq marketinqə. Mənim həm sevdiyim, həm də çox sevmədiyim bir performance marketing deyə bir növ var. Şirkətlər KPI-ların arxasınca çox qaçırlar. Və adətən bu KPI-lar çox qısa müddətli olur. Məsəl üçün deyirlər neçə klik aldı, nə qədər reachimiz oldu və yaxud satışa nə qədər təsiri oldu. Marketinq bir anda belə təsirini gördüyünüz alət olur, amma olmamalıdır. Bəzən olmamağı da çox doğrudur. Biraz daha uzun müddətli fikirləşmək lazımdır. O helikopter view dediyimiz, biraz yuxarıdan baxıb big picture-ı görmək çox önəmlidir. Şirkətlər hal-hazırda bu performans nəticəyə çox fokuslandıqları üçün elə böhran dövründə ilk büdcəsi kəsilən marketinq olur hər zaman. Həmişə. Amma məsəl üçün statistika göstərir ki, çətin dövrlərdə marketinqə yatırım eləyən şirkətlər, ümumiyyətlə marketinqə yatırımını hər zaman davamlı şəkildə edən şirkətlər böhran dövründə digər şirkətlərlə müqayisədə 9 dəfə tez sağalır böhranda. Daha çox güclənir. Ona görə ilkin növbədə marketinq reklam deyil. Dostlar, bunu belə gülməyək. Bu qədər əziyyət çəkirəm. Buna reklam adı ilə baxmayaq. İkinci problem də məncə büdcələrdir. Ümumiyyətlə qlobalda bu praktika necə işləyir? Siz doğrudan da yaradıcı və uğurlu bir insanla, bir agentliklə çalışmaq istəyirsinizsə, təbii ki, bu da baha başa gəlir. Bizdə büdcələr kəsilir deyə ortaya çıxan məzmun da o büdcəyə uyğun olur. Yəni ucuz ətin ucuz şorbası. Ona görə nəticə etibarilə insan ya o marketinq dediyim kimi o noizun, o səs-küyün içində itir batır, ya nəticə görmürsünüz, ya çox qısa müddətli nəticə görürsünüz. Ona görə büdcə və bura edilən yatırım çox önəmlidir. Nə qədər çox yatırım eləyəcəksiniz, bir o qədər keyfiyyətli kontent gələcək. Amma dediyim kimi, yəni istedadlar var, yaradıcılıq bizim genetikamızda var. Sadəcə bu fürsətləri, bu enerjini sistemləşdirmək və uzun müddətli baxışla birləşdirmək lazımdır. Təşəkkür edirəm Nərmin xanım. Çox sağ olun Bir saat dəvətiniz necə üçün. keçdiyinizi hiss eləmədim. Bir saat keçdi. Əla. Əla idi söhbət. Çox sağ olun. Qatdığınız dəyər üçün, dediyiniz fikirlər üçün. Həqiqətən bəzi şeylər var ki, göstərmək istədiyim və yaxud kimisə deməyini istədiyim fikirlər idi, onu dediniz. Nə gözəl. Onlar kəsib ayrıca paylaşacağam. Çox sağ olun dəvətiniz üçün. Dəyməz xoşdur. Bakıda tutdum sizi, dəvət elədim. İnşallah növbəti buraxışlarda görüşənədək hələlik.